Son günlər hər kəs nüvə silahlarından danışır. Bəs bunların arxasındakı kimyəvi sirr nədir? Gəlin birlikdə öyrənək. Bütün bu proseslər yer qabığında tapılan uran adlı bir elementlə başlayır. Sadə bir metal kimi görünə bilər, amma içində böyük enerji gizlənir. Hər bir uran atomunda 92 proton var. Neytron sayı isə bəzilərində 143, bəzilərində isə 146-dır. Bir neytron yalnız uran 235 atomu ilə toqquşarsa, parçalanma reaksiyası baş verir. Əgər kifayət qədər uran 235 atomu mövcuddursa, zəncirvari reaksiya qarşısı alınmaz hala gəlir. Bir anda çox böyük enerji ortaya çıxır və beləliklə nüvə partlayışı baş verir. Amma maraqlı fakt budur ki, 1 kiloqram təbii uranın içərisində cəmi 7 qram uran 235 atomu var. Bu isə partlayış üçün kifayət etmir. Bu miqdar süni şəkildə artırılır və bu prosesə zənginləşdirmə deyilir. Lakin bu dünyanın ən ciddi nəzarət olunan sahələrindən biridir. Əgər bu mövzu sizə maraqlıdırsa, bu izahların PDF versiyasını əldə etmək üçün rəylərə uran yazın.